Yəni ver baxım görüm nə vaxt gəlmirsən yanıma. Dedim ki, bir dəfə Bakıda həkimdə olmuşdum. Yox, mən yaman ver baxım mən reseptimi. Ha, yok. Hə. Onda mən yanıma gələndə necə idin? Sizin yanınıza gəldim, müalicəni götürdüm. Yox, necə idin mən yanıma gələndə? Əvvəlcə necə idin? Müalicədən əvvəl. Məsəl olur, baxımlar çox hər şey tez əsəbləşir, tez rəqs edir sözü. Sizin müalicəni götürəndə biraz normallaşmışdım, yaxşı idim. Yaxşı idim. Həyəcanın keçmişdi. Bəli. Sonra nəyin var idi? Yadımdan çıxıb yadıma sal. Ürək döyüntülərim çox idi. Aha, sonra ağlamalarım var idi. Hirsənəndə ağlayıram, ağlamaq gəlir. Aha. Sən müalicəni 7-ci ayda mən yazdım. Sən neçə ay elədin bu müalicəni? Onu bir ay ilə təkir. Siz dediniz gələrsiniz, davam Allah edirsiniz, biz sonra yadımda, bir gəlir. ay elədi, axırıncı eləmədi. Bir aya kəsdin. Burada bir dənə dərman var ki, o elə bir aya ancaq təsir eləyir. Sən elə bir ay eləyib kəsdin. Niyə kəsdin müalicəni? Gördün yaxşısan kəsdin. Yox, Almadım, nə bileyim. Almadın sən deməkdir. Sənətkarlıq elədi, yalvar, bilmədik yatasını. Nə də olar ki, elə yaz lakin 6 ay mısın deyirsən, o həkim aptekçilər onun nizamını itiraz edib verə bilmədi ki. Yox, aptekçi zaten hələ ki bir aylıq verəcəkdi də. Bir aylıq verirdi. Hə, bir aylıq verdi. Bir aydan sonra təkrar aptekə yaxınlaşıb niyə almadınız? Yaxşı, indi niyə gəlmisiniz? Da siz mən dediyimi eləmirsinizsə. Hə, indi yox, bu səfər nə yesən, onu gəl, axırına... İndi bu səfəri keçən səfərdən fərqi nədir? Hə, o səfər sənətkarlıq elədik, sözüm sözüm. Aynı bu sefer Dedim ki, elə səni Bu sefer cəhət. elə əsəbimi yerə qoymuşsun. Məsələn, mən burada uşaqdan danışıram, o sözü özünə götürür. Deyim, bunu sən adını çəkmədin də, mən uşaqdan danışıram, lakin uşaq nadı işləyib. Hər şey əsəbidir. Hə, tez rəqs Uşaqla edir. danışır, gözünə götürür. Belə bundan.